Hülakülər dövləti sübut edir. Hülakülər dövlətində 1338-ci ildə faktiki idarəçilik çobanların əlindəydi. Fakt bunlar əlindədir. Amma bunlar çobanlar Azərbaycanda özlərinə hakimiyyət və dövlət qura bilmədilər. Bunu 3 əlamətə görə biz ayır edirik və ya bilirik. 1. Fərman. Fərman çobanların adına yox, hülakülərin adına verilir. 2. Pul. Pul çobani hakimlərin adına yox, hülakü hökmdarın adından kəsilir. 3 də olur nə? Xütbə. Xütbə çobanilərin adına oxunmur, kimin adına oxunur? Hülakü hökmdarın adına oxunur. Xütbə elədir ki, cümə namazında Allahın mətiyyəsi, Peyğəmbər doğru yolda olanların mətiyyəsi nədir? Tərifi ilə başlayır. Sonda hökmdarı mətiyyə edirlər, yəni tərifləyirlər. Hökmdar, o mətiyyədə hansı hökmdarın adı çəkilirsə, deməli, əsl qanuni hökmdar odur. Həmin o mətiyyələrdə, xütbələrdə çobanlərlə Şeyx Həsənin, əvvəl Şeyx Əmir Çobanın, Məlikəşlərin adı çəkilmirdi. Kimin adı çəkilirdi? Hülakü hökmdarın adı çəkilir. Bu qədər bəsit, bu qədər basit.